Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Rəqsanə onlara xəbərdarlıq etdi. İctimaiyyəti çaşdırmayın, bəzi səhifələrə və özünü mediaya kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və PR qazanmağa çalışırlar. Sfera az xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmailova Instagram hesabında paylaşım yazıb. O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq. Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın. Qeyd edək ki, sosial şəbəkələrdə Rəqsanə İsmailovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.